Salam dostlar. Bugün sizinle Akşehir'de gezeceğiz. Kanalımı izleyenler bilir ki ben Akşehir'i çok sevirəm. Burada gezmeyi çok sevirəm. Bakın ora Babək prospektidir ve Babək prospektinden bura dönmək olar. Hem bu yola hem de molun önüne. Ben elə elədim, maşını molda saxladım. Və gedirik Akşehir'i gezmeye. Bugün kızlarla görüşürəm. Elə bir yarım saatim var. Ona göre geze geze gideceğim. Dostlar, sizden bir xahişim var. Kanala abone olun. Çok izleyicim kanalı daimi izleyir. Ama yani abone olmuyor. Bu mənim üçün çox önemlidir. Demek kanalın inkişafı için çok önemlidir. Burada yeni mekanlar görürüm. Coffee shop. Necə okunur? Siz yazın. Hik-küy. Belki Hayküy'dü. İngilizce yazıblar. Hayküy. Ben böyle başa düştüm. Burada Yakudze sushi da var. Çok güneşli gündü bugün. 12 iyun 2026. Yani ki ben ekranı görmürəm. Açıkı da takmışam güneynəyim. Çok güzeldi. Çok istidi. Ama küley de var. Küley biraz istini belə deyək söndürür. Hayküy. Çok maraqlı yazıblar. Bilmirəm, görürsünüz də. Aha, belə görünür. Mən ekranı yaxşı görmürəm, gün düşür. Çox obyektlər hələ ki bağlıdır. İstifadəyə verilməyib. Amma keçən illərə baxsaq artıq yaşayış var, daha canlıdır. Akşehir Beast necə oxunur? Extraordinary. Burada kafede. Şimdi kızlara teklif eləyəcəm. Biz dəqiq bir yer danışmamışıq. Buradan da çok hoşum gelir. Bu atlardan da, Qarabağ atları ekspozisiyasından da çok hoşum gelir. Burada da görürsünüz kafe var. Belgian. Palmalar da burada çok qəşəng görsənir. Bu ətir şaxtı. Ev bitkisidir ama görürsünüz çöldə də əkilər çox gözəl. Mən çalışdığım qədər çalışıram ki səliqəli çəkim videoları sizin üçün. Amma mən nəzərə alın ki profesional operator deyiləm. Sadəcə olaraq özüm gördüklərim sizinlə paylaşmaq istəyirəm. Bundan öncəki videolarım Qarabağdandır. Artıq ikinci səfərimdə Qarabağa keçən il iyul ayında getmişdim. Şuşa, Laçın, Ağdam. Bu illəri isə Kəlbəcər, Suqovuşan, Ağdərə. Çox gözəl yerlərdir, çox hoşuma gəldi. Sizinlə də bölüşdüm o videolarla. 2 dənə vlog alındı və shortslar da var, qısa videolar. Çok sağ olun ki bakırsınız, şərhlər yazırsınız. Beğenirsiniz. Oy, burada külək artdı.
Megadent. Bu demək dişlə bağlı avadanlıq deyək ki. Orada da kafe var. Ben oradan sizin için video bölüşmüştüm. Kafenin adı indi yani yaddaşımda qalmayıb. Ama kısa video var kanalda. Kanalda playlist var, Ağşəhər. Ümumiyyətlə orada bir neçə playlist var. Bakı, parklar, restoranlar, Ağşəhər. Yəni video hansısa tapmaq istəsəz, elə daha rahatdır playlistlərlə tapmaq. Burada uşaq bağçasıdır. Uşaq sesi gəlir. Uşaq geyimləri. Bubi Lab. Baby yazılmıyor. Məhz Bubi yazılır. Bubi Lab. Körpələr üçün. Bura Avropa liseyidir. Məktəbdir. Galeridir. Nubar Art. Resim galeriyası. Bura Premium Rezidans'dır. Satış mərkəzidir burada. Biz sizə belə gedək. Burada tikinti gelir. Çok büyük arazidir. Bakın buralar hamısı tikintidir elə də. Allah mənə də burada ev qismət eləsin. Çox istəyirəm burada yaşamaq. Çoxu deyir ki buradan iyi gəlir, burada radiasiya var. Neft olan her yerde radyasiya var. Bura gedək. İyi də ki mən burada yəni ki nə qədər gəzirəm 2 dəfə çox kənarlarda iyi hiss eləmişəm. O da ki dəniz ətrafında olanda belə iyi gəlir dənizdən. Amma burada evlərin arasında heç vaxtı pis iyi gəlmir. Biz o küçədə görüşəcəyik. Burada məncə daha heç nə açılmayıb. Elə ora gedim o küçəyə. Avropa liseyi. Görürsünüz. Elektrik artık maşınlar çoktu bizde, hibrit maşınlar. Tam elektriklə də işləyənlər var və belə. Şəhərdə artıq aktif belə doldurucular var. Bu binada kafe çoktu. Her tərəfi demək olar kafe restoranı. Baxın bu sıranı görürsünüz. Bu sıra hamısı restoranlardı. Bu daça. Sonra orada var. Adlarını görmürəm. Burada olmuşam bu daçada. Burada belə tekstil evi var. Togus. Heç vaxtı girməmişəm. 1926-cı ildən. Burada MyTech, Electronics. Belə qəşəng görsənir. Burada kafelerde biz tanışmıştık ki bu kafelerin birinde oturaq. Yani bakın bu kafenin adına ve irəldə de var. O biri binanın altında kafeler var. Best Coffee. Buranın adı Best Coffee. Mən indi aralıqlı oruç
tuturam və həftədə bir dəfə də yalnız su içəcəm. İnşallah ki alınar məndə, çünki artıq çəkim var. Onu tez atmalıyam. Burada yazılıb handmade sweets and coffee, yəni ki el işi, şirniyyat və kofe. Burada da var. Burada boşdur. Hiç kim yoktu. Bayşam Collection. Burada görmemiştim. Yeni de ayakkabı da var. Giyim de var. Böyle kafe var burada. Krok kafe. Cosmetics'ti. Buradan kızlara atacağım indi. Lokasiya. Böyle hoş aurası var buranın. Krok kafe. Pencerenin yanında oturdum. Şimdi menüye bakacağım, size de gösteririm. Menü. Buranın adı. Şirniyyat yemeyeceğim. Aralıklı oruçdayım dedim size. Əslində 9'da və 5'də yiyirəm, amma bugün zavtrak eləməmişəm. Saat 12'dir. Ona görə bilmirəm. Biraz bahadır kruasan üçün əlbəttə ki, amma bir mətbəximiz də var. Yəni təkcə şirniyyat deyil, yüngül bir salat olsa. Əlbəttə ki, suda bu istəyim yiyərdim kruasan, amma bu özdə kruasan baxın burada. Hint toyuqlu Benedikt kruasan. Benedikt yumurta sevirəm. Bütün menyunu sizə göstərməyim. İndi bir dənə tapım bunların əsas yeməkləri olan. Deyəsən burada krevetka. Avokado. Bu salat. Nəsə avokado salatı götürmək olar. Yüngül salat. Light salat. Səhər yeməyi. Bura nə daxildir səhər yeməyinə? 2 göz yumurta, avokado, rozbif, pomidor, yaşıl zeytun, ağ pendir, mix salat. Yani belə hamısı bir yerdədir, yəni ayrı-ayrı deyil. Onu da götürmək olar. Və dondurma kruasanlar çox dadlıdırlar. Amma bura baxmasaq yaxşıdır. Baxın, sadə kruasan 6 manatdır. Püstəli. Cürbəcür var artıq. Bunu göstərməyim. Demək dostlar, qalmışam bu kruasan scramble. Seçim edirəm. Hint toyuğuyla 7 manat, avokado 16, rozbiflə 17 və hissə verilmiş qızıl balıqla 19. Belə bir kruasan var və krevetka əvvəllər heç yemirdim. İndi yeni başlamışam yeməyə. Bilmirəm bu krevetka avokado kruasan yoxsa bu qızıl balıqla olan kruasanı götürüm. Gətirəndə sizə göstərərəm nə seçdim. Kalbasa, sosiska çoxdandır. Rəfiqəm gəldi. Mən deyirdim ki, mən çoxdandır sosiska, kalbasa yemirəm. Burada Cezar da var, həm toyuqla, həm krevetka ilə. Yenə biraz da fikirləşim. Krescheta sipariş elədim. Rəfiqəm səhər yeməyi götürdü. Da kreschetadır, Sabina götürdü. Qızıl balıq, avokado və salat.
Sakine 22 или сколько? Size canlı canlı da çekmek istedim. Buradaki bakın tostlar var. Belkolat 65 manatadır bu tost. Burada krok medalik 60 manat. Şekilde başka cürdür canlı canlı buradan da seçmeye olar. Nedir? Çok dadlı yemek yedik. Mənə oldu bu zavtrak əvəzi günorta. Və burada üzbəyüzdə belə bir yerdə açılıb döner. Ben görməmişdim. Dostlar, mən burada sizlə sağollaşıram. Bilmirəm yenə nəsə çəkə biləcəm. Yox, qısa bir vlog alındı. Qızlarla gedəndə çox vaxt alınmır çəkmək. Ona görə sağ olun. Yenə də yeni vloglarda görüşərik. Dostlar, bura Kop'un binasıdır. Ve bu binanın yanında da 2 tane kafe açılıb. Second Cup, bir de Lavazza. Kızlar getdi qabağa. Ben biraz çekiliş eləyim. Burada qabağda tikinti gedir. Deyəsən sürüşmə burada olmuşdu. Deyəsən indi yaxınlaşıb yaxından imkan olsa çəkəcəm. Deyəsən burada olmuşdu. Bütün xəbərlərdə var idi. Bence sadece tikinti gedir diye buradan da neyse ora böyle sürüşmüştü. Yani kritik değil bence. Çünkü bura sürüşme zonası değil. Bura bayıl değil. Biz ise indi kafe axtarırıq, harda söhbətimize devam edip çay içəcəyik, biraz gəzək yeməkdən sonra. Utana sizlə bölüşürəm. Ama çay çok dadlıdır buradan. Kavva kafesine geldik, gösterərəm. Çay da qəşəngdir, hə. Çay çok dadlıdır, çok kəklik otu falan superdir. Və hamımıza bu 4 nəfərə böləcəyik. Dondurmalı Napolyon, bu dondurmadır. Çok dadlıdır. Dostlar, bakın bütün Instagram çekilişleri hamısı Akşehir'de geçirilir. Bakın ne boyda torttu hanımın elinde. Bu kafedeydi, Kavva. Kafe çay burada içtik ve burada artık sonlandırırım videomu. Sağ olun.